Təsəvvür edin ki, ölüm yatağındasınız və çarpayınızın ətrafına ruhlar toplaşıb. Reallaşdıra bilmədiyiniz potensialınızın ruhları, heç vaxt həyata keçirmədiyiniz ideyaların ruhları, heç vaxt istifadə etmədiyiniz istedadların ruhları və onlar çarpayınızın böyründə dayanıb sizi qəzəbli, məyus və pərişan nəzərlərlə süzür. Biz sənin yanına gəlmişdik. Çünki sən bizi həyata keçirə bilərdin. Amma indi biz səninlə birlikdə məzara getməliyik. İndi mən sizdən soruşuram. Vaxtınız çatanda çarpayınızın ətrafında neçə ruh olacaq? Bu oxuduğum sözlər 30 Seçmə Nitq kitabındakı mənim sevdiyim rejissor və aktyor Denzel Washington'un Pensilvaniya Universiteti məzunları önündəki çıxışından ibarətdir. Ümumiyyətlə bu kitab bu səpkidə olan 30 tanınmış şəxsin 30 fərqli universitetdə çıxışlarından ibarətdir, məzunlar önündəki çıxışlardan ibarətdir. Burada saysız maraqlı fikirlər, hədsiz düşündürücü statlar, cümlələr var. Mən onlardan təbii ki, hamısını oxuya bilməyəcəm, amma bəzi işarə elədiklərimi istəyirəm ki, sizinlə bölüşüm. Mən 30 nitqi alıb oxumağa başlayanda əvvəl tək oxumağı düşünürdüm. Oxuyub bitirməyə biraz oxumağa başladım və düşündüm ki, mən bunu valideyn kitab klubunda valideynlərlə birlikdə müzakirə edəcəm. Biz bu kitabı valideynlərlə müzakirə etdik. Çox maraqlı fikirlər çıxdı. Buradakı maraqlı fikirlərdən birisi də Yosif Brodskiyə aiddir. O deyir ki, özünüzü qurban rolunda görməkdən qaçın. Nəyisə günahlandırdığınız an dəyişmək əzminizi sarsıdırsınız. İddia etmək olar ki, o barmağın silkələnməsi onun arxasındakı iradənin heç vaxt yetərincə güclü olmadığını göstərir. Axı məzlum olmağın öz rahatlığı var. Qurban statusu şəfqət oyadır, fərqləndirir, deyir. Digər bir məşhur nitq Harry Potter əsərinin yazıcısı Rowlingə aiddir. Rowlingin çıxışından bir neçə sitat oxuyacağım. Çətinliklərdən sağ çıxmaqla qazanılan bilik sizi daha müdrik və daha güclü edir. Bu isə o deməkdir ki, siz sağ qalmaq bacarığınıza həmişə əmin olacaqsınız. Bu bilik əsl hədiyyədir və mənim qazandığım bütün kvalifikasiyalardan daha qiymətlidir. Əgər zamanı geriyə qaytara bilsəydim, 21 yaşlı özümə deyərdim ki, əsl xoşbəxtlik həyatın təkcə nailiyyətlərdən ibarət olmadığını anlamaqdır. Həyat sizin nailiyyətləriniz və ya təmtəraqlı CV-niz deyil. Baxmayaraq ki, mənim yaşımda və məndən yaşlı bir çox insanlar bu ikisini qarışdırırlar. Həyat çətindir, mürəkkəbdir, heç kimin nəzarətində deyil və bunu anlamağın təvazökarlığı onun keşməkeşlərindən sağ çıxmağınıza kömək edəcək. Kitabdakı digər maraqlı çıxış da Nassim Nikolas Talebə aiddir. O deyir ki, əgər sizin bilikləriniz universitet kursları və yalnız məktəbdə tədris edilən fənlərlə məhdudlaşırsa, dünyada heç bir fərq yaratmayacaqsınız. Beləliklə, 14 yaşımdan başlayaraq məktəbə getmədiyim günləri dəlicəsinə mütaliəyə sərf etdim. Tezliklə fərqinə vardım ki, başqalarının məcbur etdiyi dərslərə diqqət yetirə bilmirəm. Bu mənim üçün çətin olur. Buna görə də bu ikisini bir-birindən ayırdım. Məktəb diplom və ya dərəcə üçün idi. Əlavə mütaliə isə inkişafdan və mədəniyyətdən ötürü. Daha bir sonra maraqlı fikir burada görək kimə aiddir? Xalid Hüseyniyə aiddir. Məşhur Çərpənəng Uçuran kitabının yazıcısına aiddir. Deyir ki, elm bir çox bəlalara çarə tapa bilib, amma onların ən pis olan insan biganəliyinə yox. Mübarizə aparmalı olduğumuz əsas və ümumi düşmənimiz laqeydlikdir. Cahilliyin deyil, hədsiz məşğulluğun və egomuzun yaratdığı nifrətdən doğan biganəlik. Başqalarının dünyasında yaratdığınız fərqi görəndə öz dünyanızda da yarada biləcəyiniz dəyişikliyi görürsünüz. Bu, güc və müdriklik, eləcə də öz potensialınızı dərk etmək yoldur. Ümumiyyətlə, bu kitab həm də mənə düşündürür ki, təəssüf ki, bəlkə də vaxtilə bir çox insanın qarşısına belə müdrik insanlar çıxıb, qəşəng çıxışlar eləməyib və ya ki, çıxışlar eləyib, həmin yaşda biz onun fərqində olmamışıq. Elə hazır universitetlərin məzuniyyət dönəmidir. Düşünürəm ki, yaxınlığınızda, qohumlarınızda, ətrafınızda, bəlkə də ailənizdə məzunlar varsa, onlara bu kitabı alıb hədiyyə edə bilərsiniz. İstər məktəb məzunu, istər peşə məktəbi, istər universitet və s. Bu çıxışlar bəlkə də onların qarşısına çıxmayacaq, amma onlar bu kitabı oxuyub həmin çıxışlardan tanış ola bilərlər. Və yekunlaşdırarkən sonuncu
Tim Cook'dan bir neçə cümlə oxumaq istərdim. Məni qorxudan insanların dəyərlərə əhəmiyyət vermədən, nəticələri nəzərə almadan kompüter kimi düşünmələridir. Texnologiya tək başına heç vaxt yetərli deyil. O yalnız incəsənətlə, humanitar elmlərlə qovuşanda könlümüzü oxşaya bilir. Həyatda əhəmiyyətsiz şeylərə fokuslanmayın, internet trollarına qulaq asmayın və ən əsası özünüz onlardan birinə çevrilməyin. Təsirinizi layıqlarla deyil, toxunduğunuz həyatlarla ölçün. Populyarlığınızla deyil, xidmət etdiyiniz insanlarla fəxr edin deyir. Ümumilikdə dediyim kimi bu kitabda 30 tanınmış şəxsin universitetlərdəki müxtəlif illərdə olan çıxışları toplanıb məzunlar önündə və bu 30 nəfərdən 14'ü yazıcıdır. Burada biznesmenlər var, idmançılar var, müxtəlif iş adamları, tanınmış şirkətlərin rəhbərləri, siyasətçilər və s. var. Məsəl üçün Jeff Bezos, Angela Merkel, bəzilərini oxudum. Ray Bradbury, Denzel Washington'u dedik, Rowling, Josip Brodsky, Xalid Hüseyni, Tim Cook, Elon Musk və s. Əminəm ki, bu kitabı oxusanız çox bəyənəcəksiniz. Nimtay Əmrah tərəfindən nəşr olunan bu kitab 12 manatdır. Hələlik növbəti kitablarda, növbəti videolarda görüşmək ümidi ilə.